Python proqramlaşdırma dilində hansısa kodu başqa proqramlarda da istifadə etmək olar. Bu zaman modullardan istifadə edirlər. Modullar ümumiyyətlə çox güclü və böyük proqramlardır və bunların daxilində funksiyalardır, dəyişənlərdir və başqa obyektlər də vardır. İndi isə gəlin modullardan istifadə edərək, məsələn, Turtle modulundan istifadə edərək bağanın hərəkətlərini proqramlaşdıraq. Bunun üçün nə edirik? Import əmrini yazırıq və Turtle modulunu əlavə edirik. İndi isə qrafik pəncərəmizin açılması üçün pen əmrini yazırıq və bu zaman ekranda bizim qrafik pəncərəmiz açılır. İndi gəlin bağanın hərəkətlərini izləyən komandalar verək. Məsələn, irəli 100, sağa 90 əmrini 4 dəfə təkrar olaraq yerinə yetirək. Yazırıq. İrəli 100, enter düyməmizi vururuq, sağa 90. Enter. Və bu əmri 4 dəfə təkrar edirik. Hansı sözü yazırıqsa kursoru qoyuruq qarşısına, enter düyməmizi vururuq, yenidən enter və fikir veririk. Biz burada hansı əmri yazırıqsa, hansı komandanı yazırıqsa, bağada həmin əmri burada icra edir. Yenidən sağa 90, enter, irəli 100, yenə sağa 90 və yenidən enter və beləliklə belə bir dördbucaqlı almış olduq. Yəni sağa 100, irəli 100, sağa 90 əmrini 4 dəfə təkrar etməklə kvadrat fiqurunu almış olduq. Biz burada fikir verdik ki, 4 dəfə deməli irəli 100, sağa 90 əmrini təkrar etdik. İndi isə gəlin bu əmri qısaltmaq üçün for əmrindən, yəni sayğaclı dövr əmrindən istifadə edək. Yenirik, fayl menüsünə gələk, yeni fayl yaradaq. Yenidən from Turtle yazırıq. Import əmrini əlavə etsin. İndi yazırıq for əmrini. For dəyişəni götürək. Range və mötərizədə 4. Yəni 4 dəfə təkrar etsin. 2 nöqtəmizi qeyd edirik və enter. Nəyi təkrar etsin? İrəli 100. Enter və sağa 90. 90. Mötərizəmizi bağlayaq. Gəlin run əmrini vuraq. Yadda saxlayaq. Nə yazaq? Yazaq fiqur. Yazaq save. Bu zaman görürsünüz ki, həmin əmri biz bir dəfə verməklə, 4 dəfə təkrarlanan eyni addımları biz bir for əmrində verməklə həmin kvadratımızı almış olduq. İndi isə gəlin proqramımıza daha maraqlı edək. Necə edək? Əvvəlcə gəlin arxa fonumuza hər hansı bir rəng seçək. Bunun üçün color əmrini verək və apostrof daxilində rəngimizi qeyd edək. Məsələn, green verək. Mötərizəmizi bağlayaq. Gəlin qələmin enini də biraz böyük götürək. Fiqurumuz daha maraqlı görsənsin. Qələmin enini yazmaq üçün biz pen size verə bilərik. Viz əmrini də verə bilərik. Yəni hansını istəsək pen size yazaq. Yəni qələmin enini məsələn götürsün 10. Və qələm üçün də rəng verərik. Bunun üçün nə edirik? Pen color yazırıq və mötərizədə onun rəngini qeyd edirik. Məsəl üçün nə olsun? Gəlin sarı olsun. Sarı ilə yaşıl bir-birinə uyğundur. Yellow. Apostrofumuzu bağlayaq. İndi isə run əmrini vuraq. Okay. Gördük ki, arxa fonumuz yaşıl rəngdə oldu. Hansı ki biz burada
background color'ımızı götürmüşdük yaşıl və karandaşımızın rəngini isə sarı götürmüşdük. Qələmimizin enini isə 10 götürmüşdük. İndi gəlin bir balaca bunun ölçüsünü 100 yox 200 edək. Aha. İndi daha maraqlı olacaq. Fiqurumuz bir balaca böyük görsənəcək. Aha.